Babuş arvad kimi olsa da babuş 5-6 il bundan qabaq hökumət içində işləyib. Karlstone taxı Karlstone taxı kostyumu geyib oturub ağılla başlar işində işləyib. İndi nə qaraq alın yazısıdır. Bir şey oldu, müdür çıxartdı. Cəmaat 40 il, 30 il, 20 il işləyir, müdür sakreşeniyə salır, çıxardır. Bundan qabaqki həyatımda işləmişəm, ağılla, başla, neçə ildir stajım var, əmək kitabçamızı evdədir. Sübutla göstərərəm hamı, əmək kitabçamda qollu peçatda evdədir. Neçə il işləmişəm, orada stajımı da yazıb. Sənin kimi yolların qırağında başımda parik durub, cəmaat gözləmirdim. Tamamsan, seni tamamlamışsan. Sümeykan'dı. Şimdi tam böyle. Düz danışan uşaqlar həmişə bəyənirlər. Bu TikTokda elədi ki, yeni yaltaq olasan. Yeni yaltaqlanasan. Həyatda deyil, yeni yaltaqlanasan. Uy. Mən istəmirəm az. 3 nəfər orada mahnəsi yazacaq, istəmirəm. Sözündə lopasının üzünə deyirəm. 7-24 saat canlı açır, mənlə danışır. Mənə sözlər atır. Bəs də ta. Hamı bilir ki, izləyicilər şahiddir ki, mən Bəlkədə oturub tabaka yeyirdim. Sən gəldin mənə hədiyyə atdın, misafirimə qoşuldunuz, məni görüşə çağırdınız. Türkiyə. Mən də durdum, gəldim. Kaş getməz olaydım, Amma da dedim ki, bir dənə göründü. Gittim, gördüm. Və onunla bu, səhər, siyol. Sonra səhər aydınlaşdırıq ki, gəlsinizlər götürsün, mən aparsınlar, paltarlar geyinsinlər ki, biz baboşu geyin dedik, baboşu deyək. Prim yığır axı, onun özü də bir primdir. Gördüm, hərəkətlərini gördüm, siyol. Qələt eləyərəm dedim. Allah'a şükür, qoşulursan idmançı olanların yayına yalvarırsan. Sonra da çıxır səviyyədən danışırsan. O günkü nə idi? Emil Fitə yalvarırdı ki, o da qayıtı verədi, qardaş, mənim oğlanlara yox, mənim qız xoşlayıram. İndi hansı səviyyədən danışırsan, mən? Sağ ol. Mən oturmuşam belə evim qəşəng burada. Gəlmişəm ağılla başla, kluba da gedirəm. Gəzməyə də gedirəm. Bakıya nəyə gəlmişəm? Həkimimə də getmişəm. Kişimə də gedirəm. Bir aylıq ev götürdüm, gəzdim. İndi qayıdıram Bərdiyə. Bir ay bitsəydi. Bircə bir ay bitsəydi. Qayıdıram Bərdiyə. Gələndən gözəl insanlarla oturmuşam. Yemişəm, içmişəm, səviyyəli insanlarla, özünə hörmət edən insanlarla oturmuşam mən. Həkim nə dedi? Həkim dedi ki, çox gözəl oğlansan. Nə qədər yeməyə çəkəklərdən çörəkdən, yuxudan indi durmuşuq. Saat 7'de gelmiş. Səhər saat 7'də gəlmişik. Mən xoşlamıram uşaqlar. Başa düşürsən, gedirəm özümü Porta Bakıdan 2500 manatlıq koftalar. Niyə geyimsən o koftanı, yaxşı almışsansa? Sadəlik gözəl bir şeydir. İnsan yekəxana olmamalıdır, başa düşürsən? Sadəlik gözəl bir şeydir. Sədərəyi bəyənmir, 20 yanvarı bəyənmir. Canlılarda danışır. Ora nədir deyir? Mən Zaradan. Bəs də, qurban olarım Sədərəyə,
Qurban olaram 20 yanvara. 20 yanvarda dururdun lan başında pariklə. İndi 20 yanvarı bəyənmirsən. Qazından, sən səni istəyirmədin. Qazından cırılırsan. Yekəxanasan. Ona görə sevmədim səni. Hamı gidib bir söz atır. Az kim deyəndə görə bilmirsiniz kimlə danışıram? Stiller açık mesela. Görə bilmirsiniz kimlə danışıram? Bəsdir, mənim adımı çəkmək inana. Kimlə dalaşırsan, dünən özün bilərsən. Mənim adımı çəkmə. Saat 1-də və axırıncı sözümü deyirəm. Saat axırıncı sözümü deyirəm. Mənim adımı çəkmə. Kişilikdə nə dedi həkim? Həkim dedi ki, sahib müalicə lazımdır da, müalicəni elə, yaxşı olacaq. Amma arıqla, köksə, həyəcanım var. Həkim nə deyəcək? Mən sonsuz... Arıqla düzələsən dedi, sonsuz deyil amma mən. Mən sonsuz olsam nə deyirəm ki, evlənmək istəyirəm? Səhər görməyəsiniz ki, mənim uşağım olmadı. Həkim deyir ancaq arıqla. Həkim deyir arıqla, arıqla. Hansı həkimə gedirəm, qabağıma qoyur ki, bəhrisi saxla, arıqlamalısan. Hansı həkimə deyirəm, onu deyir. Qardaş, arıqla, gəl yanıma. İmam haqqı, Allah haqqı mən onun kim olmaq istəmirəm. İnanın, bax, bu çörəyə Allahın dostunu deyirəm. Mənim ailəm uşağım olsun istəyirəm. Mən indi özüm, mənim fərasətim yoxdur, başa düşürsünüz. Həkimə gedəm, utancaqlığım və ayla, mən girim həkimə nə danışacağım, mən nə deyim. Var dedi, mənim beynimdə bu yaranır. Mən onun kim olmaq istəmirəm. O Allah haqqı onun kim olmaq istəyir, mənim qabamda heç kim dura bilməz. Bax, başında qardaş yox, ata yox, öz başıma bir insan oldu bu dəqiqə. Mənim qabama kim durur? Mənim qabama kim durur? Heç kim. Olmaq istəmirəm mən elə. Hə, çörək çox yeyirəm, uşaqlar. Çörək yeməm. Az nə yeyirəm mən kişini kişi axtar? Siz nə danışırsınız ha? Niye öyle şeyler okursan hiç sen? Bu... Nə yeyirəm az mən elə şey? Boşun maddesini okuma, özünü okursan. Allah'ınız peygamberiniz olsun ya. Niye şər atırsınız adama? Niye özünüz bizi şər atmaq böyükdən bir şeydir. Nə yeyirəm az mən qız Güvenlerim yadına gel. kişi axtarım sonra niyə gedirəm həkimə? Güvenler yanına gel. Pul dökəcəm mən o həkimə. Həkimə pulsuz müalicə eləməyəcək. O kişi həkimlə gedib müalicə eləmək, o bizə nə qədər puldur? Eğer elə insanca gedib elə arvad dodağını şişirdərəm də, o kişiyə pul döydüyümü, Yadına gel, güvenler. kişi müalicəsinə pul döydüyümü.
Sadə demək. Qeyd tutalmış, Çap verdanım oğlu və motoru qoşublar. Dünən bir adam var idi, yadına gəl gördüyü sadə demək vaxtında sabırsız demişdi məndən. Yadına gəlir. Gördü. Ona görə heç kimə laf eləyə bilməz. Mən nə laf edəcək? Mənim nəyimə laf edəcək? Kim kimə laf elə gec tezi var. Geci tezi var. Nəyimə laf edəcək? Allah da yaradı, nağayraq. Nəyimə laf edirsiniz ki? Düzdür, arvad kim olmuşam, əzilib büzülmüşəm, indi də biraz əzilirəm. Niyə mən də Allah yaradıb belə? Zato izləyicilərimin sözünü eşidib, özümə bir dərk götürüb gedib müalicələr alıram. Bir addım atıram ki, bir kişi kim olum. Arvad kim olmuyor? Qoy mənimlə baxıb utanmasınlar. Yenə mən bir deyilənlər dərk olur, bir başıma yerib gedib bir həkim axtarıram. Ki, ay həkim, bir görün ayırırıq. Valla dırnağımı bura kimi uzatmamışam, pamada vurmamışam, qaşımı belə eləməmişəm. Qaşımı buradan eləyib, buramı əməliyyat edib, dartırıb belə eləməmişəm valla. Nəyəm oyam? Üzümdə heç nə yox. Valla, elə çıxıb qalıb dırnaq qoyur. İnsan cənətlər çıxarsan, cama sabahı gülür, sevmir səni, baxır sağ gülür. İdman boş şeydir. İdmana mənimki müalicədir bir də şey. Mən o idmana nəyə gedim ki, sonra da mənim qabağıma qoydular ki, ay baba, sən idmana gedib, sonra bax bu boyda çörəyə götürüb yeyirsən, onun bir xeyri yoxdur. Sən birinci növbədə pəhrizini saxlamalısan. Mən də düşündüm ki, mənim iradəm yoxdur, mən pəhrizimi saxlaya bilməyəcəm. Mən iynə birinci vurduracam ki, biraz arıqlayım. Düzdür. Yox, xurma ilə xoşlamıram şaha. Sakin. Az Allahınız olsun, atanlar. Yuxudan indi durmuşam, Tanrı, yox az bir. Sevmirəm bəzilərinizin hərəkətini, ikiyüzlülüyünüzü, orada-burada düz yazmağınızı. Başa düşürsən, insanın bir yüzü olar. Buradan oraya, oradan buraya. Ancaq qoyasınız dava olsun. Davaya baxasınız, həzz alasınız. Bəzilərinizi hamı elə yox. Mədə kiçiltmədən qorxuram uşaqlar deyib və mədə kiçiltmə eləyibdanı getdim gördüm. Baba, buraları qırış-qırışdı. Elə bilirsən ki, 90 yaşında arvaddır. Getdim metropolda otdum, görüşdüm. Mədə kiçiltmə eləyibdə eybəcər, gözləri batıb içinə. İnsan nə qədər eybəcər olarsan. Sağ olsun TikTok'un effekti, sağ olsun o bahalı tanannilər. Elif demədə kiçiltmə, qorxdum, nə eybəcər, göz batıq. Buralar qırış-qırış, elə bilirsən ki, 90 yaşında arvaddır. Baba, buralar var, qırış-qırış. Qolunun altı sallaq. Mədə kiçiltmə çox eybəcər günə düşərəm, ona görə eləmirəm. Kim? Qəşəng bilirsiniz kimdir? Salam. Sən ürəksən. Çox sağ ol. Orada nə deməliyəm? Nəyə şeydir ki, o boyut üzündə tanannilər, o boyut üzündə makyajlar, kipriklər, tujlar. Harası ki şeydir? Siz görmüsünüz. Çıxıb səviyyədən danışırsan. Sən səviyyədən danışa bilmərsən. Qardaş, sənin keçmişini qoyarlar sənin qabağına. Gedir, sən özünü nəyə göstərsən ki, gedirsən göyə Port Bakudan 2600 manatlıq kofta alır, geyinir sonra. Geyindi o kofta nə? Nə o kofta?